Azerbaycan dili ve çok da güzel bir dil. Çok zengin dilimiz. Çok böyle lezzetli dilimiz var. Benim için Azerbaycan dili şey olmaz. Milletin milliliğini saklayan onun dili. Ve milletin milliliğini saklayan onun dilidir. Ulu Önderimizin çok güzel bir fikri. Uşaqlar, Heydər Əliyev, Ulu Önderimiz çok güzel natik olur. O kadar güzel Azerbaycan dilinde danışırdı. O kadar güzel zengin söz ehtiyatı var idi ki, hara gitse çalışırdı ki öz dilinde danışsın. Hiçbir zaman ne başka dillerde danışmazdı. Her zaman yanında tercümeçisi olardı ve her zaman talep eder ki o öz dilinde danışsın. Tercümeçisi de diğer dillerde görüşlü insanlara onları tercüme etsin. Fevralın 21-i dünyada beynəlxalq ana dili günü kimi qeyd olunur. Bu əlamətdar gün 1999-cu ildə Bangladeşin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunub. Beynəlxalq ana dili gününün tarixi 1952-ci ildə Bangladeşli tələbələrin Şərqi Pakistanda öz ana dilinin, yəni Bengal dilinin rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır. 1952-ci il fevralın 21-22-sində Pakistanda Bengal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə həlak olmuşdu. Bangladeş nümayəndələri fevralın 21-ini həmin gənclərin xatirəsinə ehtiram əlaməti kimi ana dili günü adlandırılması üçün UNESCO-ya müraciət etmişdilər. 1999-cu ilin noyabrında UNESCO Baş Konferansının 30-cu sessiyasında 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə tövsiyə olunub ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin. Hazırda uşağa ana dili biliklərindən dəyərli bir sərvət kimi istifadə etməyə imkan verən çoxdilli təhsil məsələlərinə xüsusi diqqət yetirilir. Məhz bu beynəlxalq gündə UNESCO dil müxtəlifliyinin həyatımızda gündəlik bir həqiqət olmasını təmin etməyə köməyə çağırır. Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir. 1970-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Bundan sonra ana dilimiz dövlət əhəmiyyətli tədbirlərə də yol açıb.